Novruz bayramı yaxınlaşırsa süfrələrimizin olmazın olmazı paxlava hazırlanmalıdır. Bu dəfə fərqli paxlava hazırladım kokosdan. Özəl olaraq özümə məxsus bir reseptdir və çox sevilir ailəmdə. Təbii bir kokos götürürük, qabığını yaxşıca təmizləyirik, xırda-xırda doğradıqdan sonra blenderımıza əlavə edirik. Bu arada çalışın içi sulu olan kokos olsun, daha ətirli olur. Mənimkində təəssüflər olsun ki, suyu az çıxdı. Amma yenə də idarə eləyək. Blenderimizi əlavə etdikdən sonra üzərinə 1 stəkan su da əlavə edirik və kokos qırıntısı əmələ gələnə qədər üyüdürük. Daha sonra təmiz parçanın arasında həmin kokosun südünü çıxardırıq. Oxantısı bizə içliyi üçün lazım olacaq, südü isə şirəsi üçün. Üzərinə 1 stəkan da əlavə kokos əlavə edirəm. Mağazadan aldığımız 1 dolu stəkan şəkər. Niyə 1 dolu stəkan? Çünki kokosun özü də şirindir. Birə-bir əlavə etmirəm. Əlavə olaraq 650 qram un götürürük. Bu xəmir üçündür. Üzərinə maya, duz şəkər, 2 ədəd yumurta. Kənd yumurtasıdır, xəmiri sarı olacaq. 1 dolu xörək qaşığı xama, üzr istəyirəm, 200 qram əridilmiş yağ və 200 ml süd. Yaxşıca yoğurduqdan sonra belə yaxşı, qəşəng, qızılı bir xəmirimiz oldu. Şirəsi üçün kokosdan çıxan qabıqların üzərinə həmin o kokos südünü əlavə edirik. Biraz da su və şəkər tozu ocağın üzərində bişiririk. Xəmirimizi açırıq. Adi bildiyimiz paxlava necə hazırlanırsa elə. Yağlayırıq. Buna yağ çox getmir bu arada və bol-bol içliyimizdən əlavə edirik. Və beləliklə bütün qatlarımızı təkrarlayırıq. Öz paxlavamızda 1-ci və 2-ci lay arasında biz heç nə səpmirik. Bunda belə deyil. Elə birbaşa içli vurmağa başlayırıq və son qatda həmçinin. Sonuncu layımızı yaydıqdan sonra üzərini örtürük və kəsirik paxlavamızı. Mən günəş formasında kəsirəm. Belə itkiyə az gedir və əlim belə öyrəşib. Siz necə istəyirsinizsə də doğraya bilərsiniz. Məncə belə daha yaraşıqlı görsənir, elə deyilmi? Üzərinə yumurtanın sarısını çəkirik və qoyuruq sobamızda bişməyə. Əlavə yağ heç nə vurulmur. Paxlavamız bişdikdən sonra həmin o südlü şirəmizi tökürük, aralarına yayırıq. Hər tərəfinə və son olaraq kokosun qırıntısından ortasına biraz səpirik. Bu qədər.